Hər vaxtınız xeyir, dəyərli izləyicilərim. Çox saylı sual və arzularınıza görə bu videonu paylaşıram. Hamınıza şəfa olsun. Gördüyünüz düyü unundan hazırlanmış çörəkdir. Baxın, kəsirəm və burada nə oxalanma var. Tamı çox gözəldir. Əlbəttə ki, dəyişik tamı var. Buğda çörəyinin tamı bundan gələ bilməz. Düyü unu ilə hazırlanır. Yerli düyü unundan istifadə eləmişəm. Onu da göstərəcəm indi sizə. Hər şeyi dəqiqliklə göstərdiyim üçün video biraz uzun alınıb. Sona qədər baxmağınızı tövsiyə edirəm. İndidən like edib paylaşsanız kanala dəstək olarsınız. İnanın ki, çox ləzzətlidir və bölürəm, görürsüz. Bu cürə yumşaqdır. Təkrar edirəm. Oxalanmır. Baxın, elə gözəlcə də əlinizdə görürsüz o yan bu yana elastikdir. Hazırlamağa başlayaq. Mən bura 1 stəkan 200 qramdır mənim stəkanımın deməli tutumu. 1 stəkan un əlavə edirəm. Bu düyü unudur. İndi göstərəcəm hansı undandır. Baxın, dükanda satılan uşaq yeməkləri üçün, firni üçün olan undan deyil. Bu firni unudur. Baxın. Dükanda satılır. Uşaq korobkanın içindədir. Üstündə uşaq şəkli var. Bu undan deyil. Bundan deyil. İndi göstərəcəyəm. Adını çəkə bilmirəm, reklam olmasın belə. Baxın, düyü unu yazılır və Azərbaycanda istehsal olunur. Bütün supermarketlərdə satılır. Biraz çox da gözəl üyüdülməyib, onu da deyə bilərəm. İçində iri dənələri var, lakin bu çörəyin ləzzətli olmağına dəlalət etmir. Və indi bura yarım stəkan su, yarım stəkan ya kefir, ya qatıq əlavə edəcəyəm. Hətta suyu biraz artıq da əlavə elədim. Yarım stəkandan biraz açıq, 10 ml çoxdur. Gördüyünüz kimi qalın olduğu üçün o duru olsaydı və ya kefir olsaydı o suya ehtiyac olmayacaqdı. İndi qoyacağıq qalsın, düyü biraz şişsin. İstəyirsiniz bunu tamamilə su ilə də eləyə bilərsiniz. Amma qatıqla daha yaxşı olur. Və indi duzu əlavə edirəm. Qarışdırıram, üstünü örtəcəm, bir 15-20 dəqiqə qalsın. Baxın, yaxşıca qarışdırdım. Bu gördüyünüz katan toxumu ola bilər. Mən bağa yarpağı toxumu səpdim. Çox azacıq, yarım çay qaşığı, çox istifadə etmək düzgün deyil. Amma yarım çay qaşığı çörəyimiz daha yumşaq olacaq. Burada psilyumdan istifadə edirik. Çörəyə yumşaqlığı, əsnəkliyi psilyum verəcək. Burada mayadan istifadə etmək olmaz. Çünki maya demək gluten deməkdir. Nə qədər də olsa onun içərisində glutenin əlamətləri var və ya kimyəvi birləşmələr var. Ziyan verməsin deyənə psilyumdan istifadə edirik. Bunun nə olduğunu bilmirsinizsə, Şərqiyə xanım kanalında girib baxa bilərsiniz. Orada ətraflı bu barədə yazılıb. 2 xörək qaşığı, bu o qədər də çox deyil. Psilyumdan istifadə elədim. Su əlavə edirəm üstünə, qoyuram qalsın, şişsin. Buna çox vaxt lazım deyil. İndi baxın, düyü fikir veririk ki, artıq suyu canına çəkib. Nə qədər lazımdırsa ona və bura sodanı əlavə edirik. Çox az miqdarda videonun altındakı açıqlamada yazmışam nə qədərdir. Çox əlavə etmirik ki, çörəyimizin tamı dəyişməsin. Qarışdırırıq. Qarışdırandan sonra üzərinə 2 və 3 qaşıq bitki yağı əlavə edirsiniz. Qarışdırırıq. Psilyum artıq şişdi. Onu da əlavə edirik bura. Və topalar açılana qədər bunu yaxşıca qarışdırmaq lazımdır. Bu çörəkdə psilyumu çox istatmırıq. Çünki o belə formanı saxlamalıdır. Düyü unu canına çəkib. Üstəlik psilyum da çox sulu olsa, onda çörəyimiz içi çiy qala bilər. İndi üzərinə qabartma tozunu da əlavə edirik və sonuncu dəfə qarışdırırıq. Artıq xəmirimiz hazırdır. Baxın, görürsünüz. Su buraxmır. Yəni suyu çox olsa hiss edəcəksiniz, görəcəksiniz ki, su buraxır. Qabın içərisinə
mən kağız salıram, yağlı kağız, üstəlik onu da yağlayıram. Çünki düyü adətən bişərkən, hətta aş bişirəndə belə deməli qazmağı dibinə yapışır. Burada yapışmasın deyənə çörəyimiz. Bolca yağlayın. Mənim qabımın ölçüsü 11-in 22-yədir. Siz əgər böyük qabda eləyəcəksinizsə, qədərini artırın, həm düyünün, həm də ki pisilyumun. Və indi gördüyünüz kimi qaba yerləşdirirəm. Sobamız 180 dərəcə, ilıq haldadır. Yəni çox qızdırmırıq, hətta soyuq sobaya qoya bilərsiniz və 30 dəqiqə bişirmişəm mən. Üstünü hamarlayırsınız. Mən üstünə küncüt səpdim. Artıq deməli 180 dərəcəlik sobada 30 dəqiqə bişirdim. Çörəyi çıxartdım sobadan. Mütləq yoxlayın, görün içi tamamilə bişib ya yox. Bişməyibsə, qızarıbsa, sobanın içərisində qoyursunuz. Bir 10-15 dəqiqə sobanın içində qalsın. Söndürülmüş sobada qalır və elə bil ki çörəyiniz dəm alır və əgər içində bişməmiş hiss eləmişsə, o da bişəcək. Və salam. Çörəyimiz soyusun, kəsib göstərəcəyim. Gələn videomuz isə baxın bu cürə muffinlər hazırlayacağıq. Bu çörəkləri artıq hazırlamışıq. Kanaldan baxıb reseptləri götürə bilərsiniz. Və gördüyünüz kimi kanalda çoxlu həm şirniyyat, həm də çörək reseptləri var. İndi artıq çörəyimizi qoyuruq qalsın, biraz soyusun, təri çıxsın. Ondan sonra doğrayırıq. Hündürlüyünü də görürsünüz, altı, üstü, böyrünün hamısını göstərdim. Bugün mən sizə bir master class keçdim. Xahişlərinizi nəzərə alaraq glutensiz şirniyyatlar da hazırlayacağıq. Ona görə diqqətli olun. Bu yaxında həmin videoları da qaçırmayın. Hələlik bugünlük ancaq düyüdən mənim dərslərim heç vaxt pullu olmayıb, olmayacaq da və gördüyünüz kimi çörəyim artıq hazırdır. Bunu qəşəngcə dilimləyirəm, ləzzətlə tamına baxıram və sizə də məsləhət görürəm. Glutensiz çörəklər təkcə düyüdən yox, digər ərzaqlardan da olur. Yenə də videonun altında mütləq yazım lazımdırsa, digərlərini də çəkib göstərəcəyim. 20 nəfərdən artıq istəsə video çəkəcəyim. Yox, ondan az adam istəsə çəkməyəcəm. Kanalda var, orada açıb baxa bilərsiniz. Cürəbəcür ərzaqlardan çörək hazırlamaq olur. Çox ləzzətlidir. Həqiqətən çox ləzzətli çörəkdir. Bugünlük Şərqiyə xanımdan bu qədər. Sağ olun, sağlıqla qalın. Bişirənlərə nuş olsun, canınız sağlam, ruz bərəkətiniz bol olsun. Gələn videolarda görüşmək üzrə. Layıqlarınızı, şərhlərinizi gözləyirəm. Hələlik isə xudahafiz.